Bu videoda HTML-də kommentlər və ümumiyyətlə proqramlaşdırmada kommentlər haqqında danışacağıq. Nümunə olaraq bunu deyə bilərik ki, tutaq ki, bizim uzun bir kodumuz var, hər hansı bir işi görür və yaxud kodumuz uzun deyil, qısadır, ancaq kifayət qədər qəlizdir. Və gələcəkdə bu koda baxarkən bu kodun nə iş gördüyünü başa düşə bilməyimiz üçün, yəni bizim özümüz üçün və yaxud da ki, başqa proqramçılar bizim kodumuzu oxuyanda o kodun nə işə yaradığını başa düşməsi üçün biz kommentlər əlavə edirik. Bunu bir növ qeyd kimi də başa düşmək olar. Yəni biz orada xırda qeydlər qoyuruq ki, nə vaxtsa koda baxanda o kodun nə iş gördüyünü anlaya bilək. Kommentlər proqramın gedişatına heç bir təsir eləmir. Yəni işləyən proqramda heç bir dəyişiklik yaratmır. Onlar sadəcə bunu oxuyan insanların orada nə baş verdiyini başa düşməsi üçün qısa qeydlərdir və məlumatlardır. HTML-də bir komment yaradaq. Deyək ki, bizim bir başlığımız var. H1 yazıram. Başlıqlar haqqında və digər mətn əlavə eləməyə üsulları haqqında da növbəti videolarda danışacağıq. Deyək ki, başlığımız olsun HTML nədir? Və təsəvvür eləyək ki, bu kod çətin bir koddur və çox da başa düşülən deyil. Və bizim ehtiyacımız var ki, burada kiçik bir qeyd qoyaq ki, nə vaxtsa bu kodu oxuyanda və yaxud başqası dediyimiz kimi bu kodu oxuyanda bu kodun nə üçün olduğunu başa düşə bilsin. Bunun üçün komment istifadə edirik və kommentin yaratmaq usulu isə belədir. Kiçiltili işarəsi, nida, 2 dəfə çıx və avtomatik bağlanır. Və burada gördüyünüz kimi kommentin rəngi başqa olur, digər kodlarımızdan fərqli olaraq. Və burada da yazaq ki, bu kommentdir. Bu kod əslində bizim ümumi kodumuzda heç bir iş görmür. Daha doğrusu bu sətir. Bu sadəcə oxumaq üçün bir mesaj kimi nəzərdə saxlaya bilərik, bir qeyd kimi nəzərdə saxlaya bilərik. Və bunu dəyişib daha məlumat verici bir şəkildə gətirməliyik. Deyək ki, aşağıdakı H1 taqı haqqında mən bunu yazmaq istəyirəm. Aşağıdakı H1 taqı səhifə üçün əsas başlıq yaradır. Və mən bu kodu oxuyanda deyək ki, bunun nə olduğunu başa düşmürəm. Amma burada yazdığım kommentin sayəsində görürəm ki, bu H1 demək ki, səhifəyə başlıq əlavə eləmək üçündür. Və bizim kodumuz bildiyiniz kimi brauzerlərdə işləyir. Məsəl üçün Chrome-da. Deyək ki, bu kodu sağ klik eləyib Open with Live Server açanda burada gördüyünüz kimi brauzerdə bizim səhifəmiz açılır. Bu necə baş verir? Brauzerlər gəlir bizim index.html faylımızı işə salır və onun içində yazdığımız kodları oxuyur və nəticəni ekranda göstərir. Ancaq bu halda bu kommentlərə heç bir şey eləmir, bu kommentləri nəzərə almır. Çünki kommentlər proqramın özü üçün yox, o proqramı yazan şəxslər üçündür. Yəni köməkli məqsəd daşıyır. Kommentlərlə bağlı bəzi qısa yollarımız var. Deyək ki, hər dəfə bunu eləmək istəmirik. Əvəzində yazıram ki, məsəl üçün bu bir kommentdir və Ctrl/ düyməsinə eyni vaxtda basdıqda avtomatik olaraq kursorun hal-hazırda olduğu sətri kommentə çevirir. Və təzədən Ctrl/ basdıqda onu kommentdən çıxardır. Hətta bunu da yazaq. Ctrl+/ və bunu da kommentə çevirək. Və yaxud birdən çox sətri mən kommentə eyni vaxtda çevirmək istəyirəm. Bunun üçün komment eləmək istədiyim hissəni burada seçirəm mouse'la və yenə Ctrl/ basdıqda gördüyünüz kimi avtomatik olaraq bu hissə kommentə alınır. Və kommentə niyə alırıq? Deyək ki, bizim burada bir başlığımız var və yeni bir başlıq əlavə edirik. Bu səfər H2 ilə.
HTML təməlləri və təzə bir başlığımız da var. HTML taqlar. Və səhifəmizə baxdıqda görəcəyik ki, bütün başlıqlar buradadır. Ancaq mən bilmək istəyirəm ki, H2-siz mənim səhifəm necə görsənəcək. Bunun bir üsulu odur ki, mən bu kodu silərəm və bu şəkildə görsənir. Ya da ki, mən bu kodu silmərəm. Çünki əgər sildikdən sonra ola bilər ki, təzədən kod dala qaytarmaq yadımdan çıxsın və yaxud da ki, kodu sildikdən sonra başqa hər hansı bir işlər görüm kodun üstündə və o sildiyim hissə yoxa çıxsın. Bunun qarşısını almaq üçün kommentlərdən istifadə edirik. Yəni kommentlərlə bunu H2 taqını kommentə çeviririk və bu artıq brauzer tərəfindən oxunulmur. Və yenə gedib baxsaq brauzerə, gördüyünüz kimi HTML təməlləri adlı başlıq burada yoxdur. Çünki biz bunu kommentə almışıq və brauzer ümumiyyətlə onu oxuyub hər hansı bir səhifədə elementə çevirmir və onu səhifədə göstərmir. Və mən nə vaxtsa bu kodu təzədən qaytarmaq istəsəm, yenə Ctrl//lə təzədən normal HTML element vəziyyətinə qaytararam və gördüyünüz kimi burada qayıtmış olur.